hamını eyni formada motivasiya eləmək mümkün deyil. Kollektivə individual yanaşmaq lazımdır. Elə bir adam var ki, halaldır deməklə bunu sən pulsuz işlədərsən. Düzdür, indi bu məsləhətlər bir çox işçilərin zərərinə ola bilər. Ancaq bu mümkündür. Bəzi adamlar üçün tərif çox öndədir. Məsələn, alimlər var. Alimlər üçün pul lazım deyil ki. Onların yaşadığı bir dənə yerlərə baxın. Onlardan pulu başqaları qazanır. Tibbi avadanlıqları və dərmanları kəşf edən adamların özləri səfalət içində olublar. Ancaq şirkətlər milyonları, milyardları qazanırlar. Nəyə görə? Çünki onların motivasiyası tamam başqa bir şeydir. Bir də medal verirsən, adam ömrünün sonuna qədər məmnundur. Adını qəzetlərdə yazırsan məmnundur. Belə bir tip adamlar var və motivasiyada deyirlər, maddi stimullaşdırmaq bunları mümkün deyil. Elə adam var, bunlar üçün karyera belə önəmli deyil. Heç nə önəmli deyil. Bunlar üçün məsələn pul önəmlidir. Bunlara çek yazırsan uyğun bir məbləğ, bu istənilən gözəl işləri görəcək. Deməli, şirkətin rəhbərliyi öncə psixoloq olmalıdır. Bu o qədər insanşünas olmalıdır ki, yanına gələn şəxslə necə davranmağını ciddi şəkildə bilməlidir. Bilməsə, eyni parametrlə yanaşsa, işçilərin bir hissəsi gedəcək. O parametrə uyğun olanları qalacaq. Ona görə konkret, məsələn, psixologiya orada bir şey demir. Orada hər bir insana görə o qaydalar hamısı dəyişir.